Bakın, bu demiri uşaqlara deyin geçsin, orada değil. Daşkaya döyecek, bunlarda daşkaya var. Ha, taşla döyecek. O kraska yerine yaşamış 50 saat kesinler. Koy biraz vurun. Koy vursunlar. Aşağısı yumuşak olacak, yukarısı. Allah çok. Allah canına sağlık versin. Sağ ol. Allah de Allah. Bunu yazan da Mürsel müəllimdir. Allah canını sağ eləsin, Allah kömək olsun. Zihnin güclü eləsin. Apollo şəklini çəkirlər. Ana gəbər. Bozumuzun altında da Şəkil də çəkirlər. Onda Baxşeş müəllim, buyurun da bir iki kəlmə. Bugün tarihi bir gündür. Biz kendimizin əsrlər boyu müqəddəs yeri, ziyarətgah sayılan Əli Pəncəsi ocağının yanındayız. Buranı biz tanıyırıq. Amma bu yoldan gündən nə qədər qonaqlar gəlib gedir. Bu ocağın harada olduğunu yerini bilmirlər. Elə qərara gəldik ki, bu ocağın işarəsini burada bastıraq. Tək bu kəndin insanları deyil, buradan keçən qonaqlarımız da bilsinlər ki, burada bir müqəddəs ocaq var. Bu təsdiqi tapmış bir ocaqdır. Uzun illər bu ocağa niyyətlər tutulub. Niyyətlərin çoxu da, demək olar ki, hamısı da hasıl olub. İnsanlar qurban deyiblər bu ocağa. Gətirib o qurbanların kəsiblər. Ancaq 30 ildir ki, bu ocaq burada ziyarətə də həsrət edir, burada qurban kəsməyə də həsrət edir. İnşallah bugündən sonra insanlarımız niyyət də tutarlar, qurban da kəsərlər.